Ötən gün axşam saatlarında isə Lənkəranda 2 ayrı-ayrı yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalardan biri rayonun Gərmətük qəsəbəsində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba adlanan ərazidə baş verib. 4 minik avtomobilinin və bir sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalardan birində ikisi azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə xəsarət alanlardan 5-i bir ailənin üzvüdür. Yaralıların ümumi vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.